Zeytun Market tərəfindən atılan bu humanist addım əsl sosial məsuliyyət və insanlıq nümunəsidir. Ötən gün Göyçay rayonu Ərəb Cəbirli kəndində yaşayan ağır həyat şəraitində 8 övlad böyüdən Nigar Tanıverdiyevin ailəsi ilə bağlı paylaşdığımız videodan sonra ilk dəstək məhz Zeytun Marketdən gəldi. Market rəhbərliyi ailənin vəziyyətinə biganə qalmayaraq onlara gündəlik ehtiyaclarının qarşılanması üçün ərzaq yardımı göstərdi. Bu addım bir daha sübut etdi ki, cəmiyyətin yanında olan insanların çətin günündə dəstəyini əsirgəməyən sahibkarlar hələ də var. Xüsusilə belə bir dönəmdə ehtiyac sahibi ailəyə uzanan yardım əli yalnız maddi dəstək deyil, həm də mənəvi dayaq, ümid və diqqət deməkdir. Biz ictimaiyyət nümayəndələri adından Zeytun Marketin rəhbəri Əziz müəllimə və bütün kollektiv heyətinə təşəkkürümüzü bildiririk. Onların göstərdiyi bu nümunəvi addım digər sahibkarlara da örnək olmalıdır. Çünki birlik, mərhəmət və paylaşmaq cəmiyyətimizi ayaqda saxlayaraq ən vacib dəyərlərdəndir. Bir daha imkanlı şəxslərə və sahibkarlara çağırış edirik ki, Nigar Tanıverdiyevin ailəsinə maddi və ərzaq yardımı göstərilməsi istiqamətində dəstək olsunlar. Bir ailənin üzündə yaranacaq təbəssüm bəzən edilən kiçik bir köməkdən başlayır. Hər vaxtınız xeyir olsun dostlar. Bildiyiniz kimi dünənki imkansız bir ailənin evindəyik bu gün də. Ərzaq yardımı ilə bağlı mən buradan təşəkkür edirəm Zeytun Marketə və onun rəhbərliyi Əziz müəllimə ki, bir müraciət əsasında bu ailəyə imkan daxilində öz yardımlarını elədilər. Allah kömək olsun, bütün hamıdan razı olsun. Mənə, mənim balalarıma kömək olan bugünkü gündə Zeytun Marketin rəhbərinə təşəkkürümü bildirirəm. Allah razı olsun ki, mənim balalarıma ərzaq payı göndəriblər. Allah 1000 qat əvəzini versinlər. Əlaqə nömrəm də 077 357 85 94-dür. Kart kodumda 41 69 73 88 43 23 19 80-dır. Tanıverdiyeva Nigar. Etibar Bəşirov, Göyçay naminə.